qayıtmaq deməkdir. Bunu qadınlar çox gözəl bilir. Qoyun qadınlar istəsin də bunu. Desin dövlət, sənin üçün əskər yetişdirirəm. Mənim balamın uşaq pulunu nə zaman verəcəksən? Qoy qadın versin də bu sualı. Azərbaycan kişisi daha deyirəm, fahişə qadından beşbeter olub bəziləri. O qədər iğrəncdir, o qədər belə baxırsan, deyirsən, ya Rəbbim, bu hansı birinə cavab yazırsan, nə deyəsən? Olsa cavab yazırsan, bilirsən ki, tərbiyə almayan adamlardır da. Tökülüşüblər, yaxşı ki, o sosial şəbəkələr var. İndi sizə sual verim. Bugün əgər Azərbaycan kişisi tam şəkildə işləsəydi, onun vaxtı olardı sosial şəbəkədə oturub belə uzun-uzun müzakirələrdə iştirak eləsin, tərbiyəsiz sözünü birini bir qəpikdən yazsın. Tənbəl siz də oturursunuz evdə, bəziniz. Əlinizdə telefondur. Kimi görüm yıxıb sürüyə bilərəm. Kimin görüm... Nəysə də ağzımı açdırırlar. Harasına söyə bilərəm. Ölmürsünüz heç siz. Söydüyünüz qadınlardan ən azı biri sizin evinizdədir, o sizin ananızdır. Bunu bir dəfəlik bilin. Biz abrımıza qısıldıqca səbrimizi basırıq, itürər karvan keçər, itürər avda. Bu it sürüsünün əlindən bezdiyi day nə qədər olar? Nə qədər olar? İradınız var, normal çəkin videonu. Heç kim sizə demir video çəkməyin. İradınız var, normal çəkin. Amma o adamlar danışsın ki, heç onun söz haqqı var da. İndi 2 gün deyək ki, burada uşaq pulu verilsin, qəhrəman olacaq. Deyirik ki, ay kişi, uşağı doğmuşuq, gətirmişik dünyaya, əziyyətini çəkməliyik də. Dövlət səndən xahiş eləyib, uşaq gətir dünyaya, sual verirəm. Şəxsən məndən heç kim xahiş eləməyib ki, uşaq gətir dünyaya. 2 övladım var da. Və salam da bunu dünyaya gətirəni bilmirəm ki, mən uşaq dünyaya gətirmişəm. Bunun öhdəliyi mənim üzərimdədir. Yəni, bunu anlamaq çox mu çətindir? Ümid edirəm ki, səviyyəsi aşağı olanlar yenə başlayacaq. Bu dövlətə işləyir, bu dövlətdən pul alır. Yəni, o qədər belə ucuz şeylər yazırsınız, danışırsınız, inanın ki, artıq üzərindən keçmək mümkün deyil. Həqiqətən mümkün deyil üzərindən. Yox, deməli ki, Azərbaycan kişisinə alqış olsun. Sosial şəbəkədə oturub, söyür batırır deyir, dövlət mənə uşaq versin, söyür batırır. Valla bizim şəhidlərimiz uşaq pulu ilə böyüməmişdilər. Tarix ya, siz hansı tarixi yazacaqsınız? Burada bizi aşağılamaq, söymək tarixini yazacaqsınız. Uşaq pulu davası etmək tarixini yazacaqsınız. Elə bil Azərbaycanlı o, həqiqətən də kişi kimi kişi oğullarının 80% bu müharibənin qurbanı oldu. 20% qalıb normal danışan, normal qarşısındakına hörmət eləyən. Böyümüş nə olar uşaq pulu ilə? Niyə, nə oldu? Bizim atalarımızdan zəif kişilərsiniz siz? Bizim vaxtımızda uşaq pulu verilirdi. Və salam da SSR dağıldı da getdi uşaq pulu. Buna görə bu qədər özünüzü da bu vəziyyətə salmayın axı. Bilmirsən, xaricdə oturanların ağzını yumasan, tərbiyəsiz yığının, bilmirsən də ki, onlardan törəmələrin ağzını yığasan. Hansımıza cavab verək, hansımıza cavab çatdıraq. Kişinin əli qabar olmalıdır da, qabar olmalıdır. Kişi oturub divanda orada kiminsə xanımını aşağılamalı deyil. Başa düşürəm, siz evinizdəkini də o cür çağırırsınız. Mən sizi qınamıram ki, əslində. Nə görmüşsünüz, onu görmüşsünüz. Göz açandan görmüşsünüz ki, bir qadın aşağılanır evinizdə. Sizin əgər evinizdə qadınlara hörmət olunsaydı, Günay Ağabalının dedikləri nə qədər xoşunuza gəlmirsə, siz onun şəklini qoyub o sözləri yazmazdınız. Meyxanalar çıxardırlar. Niyə utanıb ölmürsünüz siz? Günay Ağabalını boy-boy paylaşanlar. Elə vaxtınız var, elə bekar adamlarsınız. Hələ mən özümü paylaşanlardan danışmıram. Bir şəhidimiz haqqında məlumat verin də sosial şəbəkələrdə. Qoyun Azərbaycan gəncliyi kişi kimi böyüsün. Sizin sözünüzə baxıb tərbiyəsiz böyüməsin. Çünki sizin paylaşımlarınız çıxır axı orada qabağa. Paylaşın da. Niyə paylaşmırsınız? Çünki qeyrətiniz yoxdur şəhid paylaşmaq üçün. O boş vaxtınızda gedin şəhidlər xiyabanını ziyarət eləyin də. 19 yaşında uşaqlar uyuyur orada. Niyə eləmirsiniz? Çünki qeyrətiniz yoxdur ona görə. Öz aləminizdə qeyrətiniz ancaq Azərbaycan qadınlarını aşağılamağa çatır. Vəssalam, bu qədər, yəni bu qədər kiçiksiniz də, bu qədər balacasınız. Nöqtəsiz ya, artıq nöqtəsiz. Düşmüsünüz 2 nəfərin arxasınca. Deyildi ki, uşaq pulu alsalar Azərbaycan cəmiyyəti tənbəl olacaq. Çıxın video çəkin, deyin ki, Günay Ağamalı, biz tənbəl olmayacaq. Biz əksinə ruhla işləyəcəyik. Çörək almaq dərdi çəkməyəcək ki, 200 manat dövlətdən gəlir.
Yoxsa siz nə bilim ağız qoymursunuz, yüz qoymursunuz, göz qoymursunuz. Ay yazıqlar. Sizi böyüdənlər necə böyüdüb, həqiqətən də mən şokdayım. Və indi o Azərbadamovun çıxışına qalanda. İndi bu sosial şəbəkələrdə gündəmdə Azərbadamov. Bilet dedi, bilet dedi. Yenə də deyirəm, iğni orada götürürlər. Və Azərbadamovun bu ilə leti birləşdirirlər. O Azərbadamov söyüş söyüb efirdə. Birinci, Azərbadamov o sözü söyüş formasında desəydi, o heç Xəzər televiziyasının efirində getməyəcəkdi. Hər halda da bu materiala müxbir baxır, bu materialı yığan montajçı baxır, bu materiala xəbər redaktoru baxır, bu materiala aparıcı baxır. Ən azı bir 4 nəfər adam baxır da materiala. Orada söyüş olsaydı, o efirə verilməyəcəkdi. Demək ki, bu qədər adamın eşitmədiyini siz eşitdiniz. Və siz oradan o qədər məharətcəsinə o şeyi götürürsünüz ki. İndi də başlayacaqlar yazmağa. Səidə Bəkir qızı yəqin deputat olmaq istəyir. Deputatların tərəfini tutur. Bilirəm ki, yazacaqlar. Ya Azərbadamova başlayacaqlar. Yaltaqlıq eləyir zat. Həyatını yaltaqcasına yaşayanlara zaten sübut eləyə bilməyəcəm ki, mən Azərbaycamovun nəyinə yaltaqlıq eləyəcəm. Yəni zaten anlamayacaqsınız. Onsuz da necə ki, indiyə qədər anlada bilməmişəm. Amma bu telefonunuz varsa, sizin internetiniz varsa sosial şəbəkəyə girməyə. Bu o demək deyil, siz elə hər ürəyiniz nə istədi, kimi necə istədi, o şəkildə təqdim eləyəcəksiniz. Çox təəssüf ki, mənim həmkarlarımda var idi. Bu materialla bağlı video çəkənlər çox təəssüf eləyirəm. Çünki mən özüm 3 dəfə dinlədim ki, bəlkə həqiqətən də bu söyüşlə danışır, mən eşitmirəm. Amma mən bilirəm ki, Azərbadamov ləzgi olduğuna görə adamın danışığında o ləhcə hiss olunur. Necə olur? Naxçıvanlı Naxçıvan ləhcəsi ilə danışa bilir. Şəkili şəkil ləhcəsi ilə danışa bilir. Səlyanlı Səlyan ləhcəsi ilə danışa bilir. Qazaxlı Qazax ləhcəsi ilə danışa bilir. Qubalı Quba ləhcəsi ilə danışa bilir. Amma Azərbadamov Qusar ləhcəsi ilə danışa bilməzdi. Adam Qusarlıdır da, adam sözləri, o deyir dili dönmür məsələsi. Tam şəkildə ola bilsin ki, hansı sözə dili dönmür. Bunu bu qədər böyütmək, şişirtmək, Azərbaycanlı deputat söyür. Unutmayın ki, ermənilər bizim medianı izləyir. Unutmayın. O yalandan bir ara deyirdiniz, güya mən gündəm olmuşum erməni mediasında. Onu da yalandan izləyirdiniz. İndi heç olsa həqiqətən izləyin də, onu da yalandan danışırdınız. Edirəm necə də utanıb ölmədiniz. Yəni heç olmasa izləyin, görün ki, sizin bu elədiyiniz şeylər orada Telegram kanalında gülüş hədəfi olur. Gülürlər bizə, lağ eləyirlər. Onlar da sizi kimi sosial belə şəbəkə qəhrəmanlardır da, onların da bəziləri. Siz belə şeylərdə onların əlinə fürsət verirsiniz. Adam bilet deyir də, bilet. Sizin dediyiniz kimi, nə bilim, nə lət demir axı. Qulaq asın da dəfələrlə. Birini aşağılamaq üçün ürəyimiz gedir. Valla mən o qədər arzulayıram Azərbaycanda ümumiyyətlə bütün sosial şəbəkələri bağlasın. Bütün sosial şəbəkələri. TikTok'unu da, Instagram'ını da, Facebook'unu da. Çünki artıq Facebook'da da eyni şeylərdir, yalan başlıqlardır. İçi söyüşlə dolu şərhlərdir. Bilmirsən hansını pozasan, pozub çatdıra da bilmirsən. Kaş ki bağlasın. Çünki Azərbaycan cəmiyyətinin 80%-nə sosial şəbəkə yaranmış. İnan nə qədər tərbiyəsiz var, evində tərbiyə görməyənlər var. Buraxıblar hamısını sosial şəbəkəyə. Hansını qandırasan, hansını başa salasan. Ay insan bu platforma səndə var, o demək deyil ki, rahat şəkildə kimlərsə söyəsən. Çoxu da yalancı profillərdir, tapmaq da olmur heç kimdir, nəçidir. 1 qram məsuliyyət hissi olmayan adamlardır. Baxın, o adamlardır ki, məsuliyyət hissini duymayan adamlar. Onlar uşaq pulu davası eləyirlər. Əksəriyyəti məsuliyyət hissi olmayan adamlardır. Çünki onlar hiss eləmirlər ki, bir paylaşım eləyir, hiss eləmir ki, bundan da başdan xarabı biri gələr, vuran onun ağzını, burnunu partladar, deyər o yazdığın söz var ha. Gəl sən onu mənə sübut elə ki, mənim xanımımda və yaxud da ki, nə bilim, anamda bu şeyi görürsən ki, ora yazırsan. Bir gün bir qolu zorlu çıxacaq da. Məsələn, bir zamanlar mən sürətli
Təhqir eləyənlər var idi, təhqir eləyənlər. Doğma bimin oğlu bir neçəsinə yazdı ki, gəlin görüşək, gəlin görüşək. Həyat yoldaşım yazdı, qardaşım yazdı. Biri cürət tapıb ortalığa çıxa bilmədi. Hətta bimin oğlu şoka düşmüşdü ki, Asiya, bunlar necə kişidirlər? Neçəsinə dedim ki, gəl mən dediyim yeri ya da hara deyirsənsə mən gəlim. Deyir, bloka atdılar dərhal. Məniki yəni növbəti dedi, bu dedim, onlar kişi olsaydılar, onlar çıxıb belə söyüş yazmayacaqdılar axı. Ümumiyyətlə özündə o hissi, o çox ağır bir yükdür, o kişi sözü. Elə deyir, o hər əyninə şalvar geyinən kişi olsaydı nə var idi? Onda xanımlar ən yaxşı kişi idilər də, xanımlar da şalvar geyinir. Axı demək olar ki, bütün gün həyatımızda şalvardan istifadə edir. Yəni o geyim insanı nə qadın kimi qadın eləyir, nə də kişi kimi kişi eləyir. Geyim sadəcə müəyyən əzaları örtmək üçündür. Nə müəyyən şeyləri bağlamaq üçündür. Kimsə onu da açıq formada eləyir, kimsə də qapalı formada eləyir. Yəni ona görə deyirəm ki, məsuliyyətsizsiniz. Doğduq dünyaya gətirdik, zəhmətini çəkməlisiniz. Bir qadın qədər sizin nə bilmə belə iradəniz yoxdur, işləyib ailənizə çörək pulu aparasınız. Yəni demək ki, yoxdur da. Hər halda özünüzə hörmət hissiniz olsaydı, cəmaatın qadınlarını səhərdən axşama qədər sosial şəbəkədə aşağılamazdınız. Özünüzü təqdim edirsiniz əslində. Nə yazırsınızsa adınız, soyadınız, kimliyiniz sizi təqdim edir o yazıda. Davam edirik dəyərli izləyicilərimiz digər son dəqiqə xəbərlərlə. İsrail Livanın onlarla şəhər və kəndini təxliyəyə çağırdı. Bugündən dəhşətli hücum başlayır. Cənubi Livandakı 34 şəhərin sakinləri İsrail ordusundan orada yerləşən Hizbullah hədəflərinə qarşı hava hücumu ilə bağlı xəbərdarlıq eləyib. Xəbərdarlığı İsrail ordusunun hərbi sözçüsü Avichayr Edri X hesabında ərəb dilində paylaşım edib. Global.com deyir ki, paylaşımda bildirilir. Şiə silahlılarının, onların obyektlərinin və ya hərbi texnikalarının yaxınlığında olan hər kəs həyatlarını ciddi təhlükəyə atır. Təhlükəsizliyiniz üçün dərhal ən azı 1000 metr məsafədəki şəhər və kəndlərinizi tərk etməlisiniz. Bir sanasi